Mən su pulumu vaxtında verirəmsə, bax bu traktoru gətirib bura, bu cəmaat içinə töküb bura. Bu suyumu niyə kəsməlidir? Kanalımıza müraciət edən Kəlbəcər rayon sakini Xaliq Mamedov Azərsudan şikayətçi olduğunu bildirir. Onun sözlərinə görə hazırda yaşadığı evdə daha əvvəl başqa şəxs yaşayıb və həmin şəxs tərəfindən suya müəyyən məbləğdə borc yaranıb. Xaliq Mamedov bildirir ki, o evə köçdükdən sonra istifadə etdiyi suyun ödənişlərini vaxtında edib və hazırda öz adına heç bir borcu yoxdur. Lakin buna baxmayaraq Azərsu əməkdaşları ona əvvəlki istifadəçidən qalan borcu ödəməli olduğunu deyir. Bu vəziyyət isə sakin tərəfindən narazılıqla qarşılanır. Mən Mamedov Xaliq Ziyəddinoğlu, Kəlbəcər rayon sakiniyəm. Hal-hazırda mənim bacım əvvəl bu 919 nömrəli evdə olubdu, şəhid ailəsi olubdu. Onun su ilə bağlı borcu olubdu, köçüb gedib Ağdama. Mən də cənab nazirə, cənab Ağdamın başçısına müraciət eləmişəm. Cənab başçı sağ olsun ki, məni evlə təmin eləyib, hətta evimin sənədləri gəlib öz adıma. Evdə körpə uşağım var. Ağdam su idarəsindən gəlibdilər ki, bu su kəsilməlidir. Heç bir əlində məhkəmə kağızı olmadan. Mən də bildirəm ki, yoldaş müəllim, adını familiyanı bildirginə, sən kimsən? Bir sizi bilim, tanıyım, o da mənə bildirir ki, bununla bağlı həm də əsas var. Bildirir ki, sən kimsən ki, mən özümü sağ təqdim edeyim. Mən də bildirirəm ki, bu evi əvvəl kimin borcu varsa, müraciət edin məhkəməyə, aydınlıq gətirin, o verər, verməz, onun öz problemidir. Mən hansısa bir vətəndaşın yerinə borc pulu verəsi deyiləm su pulu. Mən vaxtında su pulumu aydına verirəm. Su idarəsinin işçiləri var, onlardan soruşa bilərsiniz, danışa bilərsiniz, görüşə bilərsiniz. Və həmən müəllim də bax, bu da oturdu, maşına getdi. Mənə bildirir ki, sən kimsən ki, mən özümü sağ təqdim edeyim. Mən xahiş edirəm dövlət orqanlarından, cənab nazirimizdən, cənab prezidentdən bu məsələyə aydınlıq gətirsin. Mən su pulumu vaxtında verirəmsə, bu traktoru gətirib bura, bu cəmaat içinə töküb bura. Bu suyumu niyə kəsməlidir? Gedək mən aparsınlar idarəyə, danışdırsınlar, hökumət var, dövlət var. Görsünlər bu suyun pulun hər ayda mən verirəm yoxsa yox. Niyə buradan köçüb gedin əvvəl evdə kiminsə borcu varsa, kiminsə bu borc kiminsə adınadırsa, mən Mamedov Xaliq Ziyəddinoğluna niyə istəməlidirlər? Niyə mənlə tələb eləməlidirlər? Baydı gəlsinlər ki, sən suyunu kəsirəm. Belə haqsızlıq olar. Haqq var, divan var, dövlətimiz var. Xahiş edirəm, məsələyə bir aydınlıq gətirilsin. Su idarəsinin özün mavin kimi göstərib bildiyim, adını hələ də bilmirəm kimdir, nəçidir. Konkret məndə video çəkilişi var. Mən ona sual verirəm. Mənə bildir ki, sən kimsən ki, özüm sağ təqdim edeyim. Xahiş edirəm, bu haqsızlığa bir nətər deyirlər, qarşısı alınsın. Kiminsə su pulu mənim cibimdən ödənilməsin. Mənim büdcəmdən ödənilməsin. Mən kiminsə yerinə su pulu verəsi deyiləm. Mənim adımı yoxlasınlar, adımda olan borc varsa başda pulumu verəsiyəm. Mən bundan boyun qaçırmıram. Amma kiminsə yerinə pul ödəmək, bu məni narahat edir. Xahiş edirəm, bu çəkilişimi aidiyyət orqanlara göstərəsiniz, bu haqda bir tədbir görülsün. Cənab nazirə, cənab icra başçısına müraciət elədim, məni yerlə təmin elədim. Bu müəllim gəlib buraya deyir ki, sənin su pul borcun var. Bu müəllimə sual verirəm, mənim borcum var, yox, mənə deyir su pulum verdilər. Mən buna bildirəm ki, müəllim, mən kimdən danışıram? Bunun haqqında video çəkiliş də var məndə. Bu müəllim bildirir ki, mənim hüququm bölməz. Sən kimsən ki, özümü sağ təqdim eləyir. Onunla bağlı deyil, amma video çəkilişi məndədir. Xahiş edirəm, bu su idarəsi haqqında bir tədbir görülsün. Hafiz müəllim 200 minlik maşın sürür. 30 illik, 40 illik həsrətə cənab prezident sağ olsun. Həsrətimizə son qoydu. Mən körpə uşağımla yığışmışam evə. Adımda su pulu borcu varsa tələb eləsinlər. Xahiş edirəm, bu barədə bir tədbir görülsün. Sonda kanal olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.